dərs vaxtı hansı bir tələbənin başına papaq qoyması bu nə sünnədir? Yəni belə bir fəziləti var. Nəsə var mı bu barədə bir şey? Baş örtmək. Bax, Emil, belə bir alim yoxdur ki, yer üzündə desin ki, başı bağlamaq vacibdir. Yoxdur. Alimlərdən deyənlər var ki, başı örtmək, yəni kişilər üçün müstəhəbdir, yaxşıdır. Bunlar hansı etibarən deyiblər? Deyiblər ki, o murua var, mürüvvət sözü eşitmişsiniz. Sən eşidərsən Hüseyin. Mürüvvət. Nədir? Yaxşı bir şey deyil. Yox. El-murua ərəb dilində deyiblər ki, bu alimlər, o başı açıq olmaq kişinin o hörmətini, ləyaqətini, onun sanki şərəfinə xələldir. Mürüvvətinə. Yəni, uyğunsuzdur Emil. Bu müstəhəb deyənlər bu cür yanaşıblar. Deyiblər ki, sanki bir xələl var onda. Kişinin başı bağlı olmalıdır. Bu tərəfdən yanaşırlar. Başı papaqlı olmalıdır. Allah daha doğrusunu bilir. Səhih olan odur ki, hər dövrdə və hər mühitdə başı açıq olmaq kişinin hörmətinə və ləyaqətinə zərər vura bilən şey deyil, yəni. Bu səhih deyil bu cümlə. Hər dövrdə və hər mühitdə kişinin başının açıq olması, yəni papaq geyinməməsi, onun kişiliyinə, yaxud hörmətinə, yaxud ləyaqətinə xələl gətirmir. Bu belə olmayıb heç vaxtı. Hər dövrdə, hər mühitdə bu cür olsun. Səhih olan budur. Emil. Ona görə İmam Şatibi, rahiməhullah, indi fayda olaraq deyirəm, İmam Şatibi özünü yazdığı Əl-Muvafaqat kitabında gözəl təqsimat edir Emil. Allahu Akbar. Deyir ki, diqqət edin Hüseyin, deyir ki, insanların adət halına gətirdiyi əməllər iki qismdir. Emil, insanların adət halına gətirdiyi əməllər iki qismdir. Birinci o qismdir ki, adət halına gətirdiyi bilirsiniz də, insanlar bu əməli adətə çevirib, urf olub, adətdir. Bu iki qismdir deyir. Bir, odur ki, şəriət dəlalət edib ki, bu əməl pis şeydir, pis əməldir, nəhy edib, qadağan edib. Lakin insanlar onu adət halına gətirib, adət olub. Nə misal vermək olar? Məsələn, kəşful avra, övrət yerinin açılması. Hüseyin, kişi üçün göbəyindən dizinə qədər olan yer övrət sayılır. Yox, yerlər var ki, sən də bilirsən, mən də. Üzr istəyirəm, şortik yoxdur. Şortikdə dizdən yuxarıdır, baldır açıqdır. Yerlər var ki, şortik geymək adətdir. O yerdə hamı şortik geyinir. İndi o adət olub deyə sən o adətə müvafiq olmalısan. Niyə? Çünki şəriət dəlalət edib ki, pis şeydir bu. Yaxşı əməl deyil. Yaxşı əməl, şəriət yaxşı əməl deyil deyəndən sonra 100 dəfə adət olsun o. Sənə ixtiyarın yoxdur o adətin dalınca düşəsən. Başa sala bildim Emin? Yaxud, məsələn, şəriət deyib ki, Hüseyin, üzr istəyirəm, bayra çıxmırsan, böyle eləyirsən. Onda təmizlənmək lazımdır, yaxşı şeydir. Yuyun da təmizlən. Yerlər var ki, orada adətdir, onlar təmizlənmirlər. Emil, böyle elədi, şalvarını çəkdi, çıxdı getdi. Yuyunmur, təmizlənmir. Belə bir millət var. Adət də onlarda. Onlar məsələn, kağız istifadə eləmirlər. Adətdir, adətləri budur. Gedir sonra kağız tapmaq olmur. Taharətxanalarında. İndi sən nə deyirsən? İnsanların adət etdiyi əməl... Şəriət bunu deyib axı. Burada artıq adətə baxılmır. Emil, qətiyyən. Burada çox da ki adətdir. Belə adət lazım deyil. Çünki şəriət bunu yaxşı əməl olduğunu deyib.
Bu birinci qism demir. İkinci qism odur ki, şəriət insanlar o əməli adətə çevirib, adət olub və şəriətdə o barədə nə isbat var, nə inkar var. Şəriət susub. İsbatı da yoxdur, inkarı da yoxdur. Hə? Şatibi deyir ki, rahimehullah, deyir bunun özü iki qismə bölünür Emin. Bunun özü iki qismə bölünür. Bir, sabit olan adət. İki, dəyişən adət. Sabit olan adət bizə lazım deyil. Bəhsimiz o deyil. Yəni sabitdir də hər mühitdə, hər dövrdə insan acırsa yemək dalınca gedir. İstidir sərinlənmək istəyir. Misal üçün də bu dövrdən dövrə fərqlənmir ki bu. Hə? Bu sabit olan adətdir. İkinci Emil, bu lazım deyil də bizə. İkinci deyir, dəyişən adət. Həmin bu dəyişən adət var. Buna bir sənə misal çəkir. Papağı. Baş örtmək. Baş örtmək misal çəkir. Deyir ki, bu bölgələrə görə fərqlənir. Yəni, bu hansı qism demir? Şəriətdə nə isbatı var, nə inkarı var, amma adətdir. Burada söhbət edir artıq. Şəriətdə yoxdur bunun isbatı. Harada kim gəlib deyə bilər ki, şəriətdə papaq geyinmək savabdır, ibadətdir, fəzilətdir. Yoxdur. Papaq geyinmək olmaz, filan inkar, o da yoxdur. Çevrilib amma adətə. Bu deyir, dəyişən adət, bura deyir, papaq misalı deyir, başı örtmək, kişilərə başı örtməyi deyir, bura aiddir deyir. Deyir, bu bölgələrlə fərqlənir. Deyir, məsələn, şərqdə deyir. O vaxt, şərq ölkələrində kişinin başının açıq olması, ona xələl idi deyir. Uyğun olmurdu deyir. Yaxşı baxmırdılar deyir. Və kişi başı açıq gəzir. Məsələn, qərbdə deyir, qərb ölkələrində, Məğrib Emil. Deyir, orada bu heç vaxt problem olmayıb deyir. Zərrə qədər də kişinin muruətinə ziyan vurmayıb deyir. Kişinin muruətinə ziyan vuran şeylərdən deyildi deyir. Deməli, bölgələrdən bölgələrə fərqlənir bu. Bu adətdir. Ona görə papaq, başı örtmək, bu insanların adətidir. İbadət deyil bu. Və insan yaşadığı zamana görə insanlar arasında ona görə başını bağlayır və bağlamır. Baxır, harda yaşayır. Və bu bölgələrə görə fərqlənir. Yerlər olub ki, orada daha şiddətli olub Emil. O İmam İbn Kəsir rahimehullahın bir kitabı var, Əl-Bidayə və Nihayə. Orada deyir ki, Əndəlüs alimlərindən biri qocalır, yaşdaşır. Yaşdaşanda əqlini itirir. Ağlı gedir. Dilləri baş gedir insanın. Gedib əqli. Deyir, bazara çıxanda deyir, papaqsız çıxırdı deyir. O. Görünür, ya subhanallah, insan əqlini itirər, o deyir ya, ağlını itirib gizli hərəkətlər eləyir də, o ağlını itirib də yaşdaşıb. Bu ağlını itirib papaqsız çıxır deyir. Bazarda papaqsız gəzirdi deyir. Yəni nə demək istəyir? O vaxt Emil, böyük bir şey olub kişi üçün. Papaqsız gəzmək olmurdu. Sanki xələl idi, zərər idi sənin mürüvvətinə, insan kişinin hörmətini, ləyaqətini salırdı. Bu Hüseyin, adət bizdə var idi yoxsa yox? Olub. Bir neçə 100 il mi deyim, yoxsa indi dəqiq bilmirəm. Bizdə kişilərdə, papaq, düz deyir. Oturanda papağı yanında olurdu Emil. Bayıra çıxanda papaqla çıxırdılar. Bizim xalqımızda, millətimizdə bu adət olub. Kişilərin başı daim papaqlı olub. Hamısı da papaq olub. Bu yaxın illərə kimi qalmışdı, subhanallah. Necəsə çıxdı, getdi. Sovet vaxtında da çox Getdi, hə? Subhanallah. Qalmışdı, getdi. Necə də yaxşı bir adət idi. Kişinin başını örtmək, örtülməsi. İndi bunu qaytarmaq çətindir, subhanallah. Başqa vaxtda yaşayırıq. Bizdə olub bu. Ənənə, adət. Bizim adətimizdə, bizim ənənəmizə görə, ənənəmizdə var idi bu.
Köhnə kişilərin başı papaqlı olub həmişə. Vallahi evdən çıxırdılar, başlarını örtürdülər. Allahu akbar. Hər bir halda bu məsələ Emil, bu adətə görə dəyişir. Baxır, harda yaşayırsan sən? Yəni, biz qabaq yaşasaydıq, nə etməliydik? Müvafiq olmalıydıq. Hə? Bu məsələ budur şəriətlə. Hökmü. Baş sala bildim. Amma xüsusi bir fəzilət, elm tələbəsi dərs verəndə papaq qoyur, savabı... Bu qardaş, heç bir üstünlüyü yoxdur, heç bir savabı yoxdur, heç bir adiyyəti yoxdur söhbətə. Baş sala bildim. Bu papaq söhbət bu yerdədir. Şəriətə aidiyyəti yoxdur. Yoxdur. Şəriətə aidiyyəti yoxdur. Məsələ qaytarılır hara? Ənənəyə, adətə, şər'i hökm belə adətlə verilir ona. Elhamdülillah.